Şəkildə o 5 şüası AOB bucağı, AOC bucağının tənböləni AOD 140 dərəcə. Bucaq DOC 110 dərəcədir. DOC 110 dərəcədir. Və AOB bucağı bizdən tələb olunur. AOB, BOC bir-birinə bərabər olduğu üçün hər ikisini X deyək. Burada tam bucaq görürük. Deməli 140 dərəcə. Üstəgəl 110 dərəcə. Üstəgəl X və X, yəni 2X bərabər olmalıdır 360 dərəcəyə. 140 ilə 110'u toplasaq 250, üstəgəl 2X bərabərdir 360 dərəcə. 2X bərabərdir 360'dan 150'ni çıxsaq, 360'dan 250'ni çıxsaq 110 dərəcə alarıq. Və X də bərabərdir 110'u da 2'yə bölsək 55 dərəcə alarıq. Deməli bucaqlardan biri 55 dərəcə olur.